Salam, dostlar. Bugün sosial şəbəkələrdə və elan saytlarında yenidən geniş müzakirə olunan mövzuya toxunacağıq. Mal-qaranın öddaşı. Son vaxtlar bəzi insanlar qaraciyər, öd yolları və digər xəstəliklərin müalicəsi üçün bu daşları axtarır. Qramının 20-25 manata, bəzən daha yüksək qiymətlərə satıldığı elanlar görünür. Bəs bu daşın elmi sübut olunmuş faydası varmı? Heyvandarlıq sahəsi üzrə ekspert Tural Abdullayevin sözlərinə görə, bu daşa olan tələbat əsasən xalq arasında formalaşan ənənəvi inanclardan qaynaqlanır. Öd daşı heyvanın orqanizmində yaranan patoloji törəmədir. Ənənəvi tibbdə, xüsusilə bəzi şərq ölkələrində uzun illərdir istifadə olunur. Lakin müasir elmi tədqiqatlar bu daşın xəstəlikləri müalicə etdiyini tam sübut etməyib. Vacib xəbərdarlıq. Bu məhsulun istifadəsi heç bir halda həkim məsləhəti və rəsmi müalicənin əvəzi ola bilməz. Öz başına istifadə sağlamlıq üçün risk yarada bilər. Xəstəlikdən əziyyət çəkirsinizsə, mütləq ixtisaslaşmış həkimə müraciət edin. Bu mövzu haqqında sizin fikriniz nədir? Şərhlərdə yazın. Diqqətinizə görə təşəkkürlər. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.